Hə, mama. Sabahın xeyir ay bala. Sabahın xeyir. Niye üstümü yine açıq qoyub yatmısan? Hardan görsəm? Bu yenə canlı açıb yatır ya. Hətta. Oğul, Hə. səhərəcən TikTokda sizin canlıya baxmışam. Səndən bir ata kimi xahiş edirəm. Bir də ağır yemək yeyib yatma. Özün də dur o canlını bağla, pəncərələri də aç. Yaxşı, yaxşı qadın, dur. Az dur, o söndür az o canlı. Biavır oldum dədəmin yanında. Dur, az dur. Paltarla yatırıq. Canlıda 85 qəpik pul yığılıb. Bah! Milyonçu olduq eləmi? Az o 85 qəpiyə görə nəsil kökün arasında məni bir qəpikli eləyib səni. Sənin qadan alımsa hər gün bir manat verəcəm. Bir də canlı açıb yatmayaq, nə olar? Görürlər ya, ayıbdır. Məcid, Hayır, canlı açmağın bax nə pisdir ki. Deyirsən sənin yadından çıxıb, o əyninə geyindiyi tumanda canlıdan yığılan pullarla almışıq. Az mən neynəm onun bunun pulundan özümə tuman almağı? Gül kimi işləyirdim, nana 800 manatlıq işdə. Dedin ki, çıx, ər-arvad birləşək, bloger olaq, patladaq, pul qazanaq, dağıdaq hər yeri. Ondan sonra düşəcəyik qabağa. 3 ayda cəmi bizə dənə tuman qabağa düşmüşəm, mən. Mən niyə evin içində qorxa-qorxa gəzməliyəm ki? Mənim həyat yoldaşım evin hər yerindən şarasıb içində dolu su. Mən keçəndə patlayıb başıma tökülsün, su dağılsın, o da çəkib paylaşsın. Niyə evin hər yerinə kamera qoymuşsan? Mən niyə evin içində rahat əynimi dəyişə bilmirəm? Mən niyə əynimi dəyişmək üçün balkona çıxmalıyam? Sən demirsən qonşu görə biabr olarıq. Sən balkonda əynimi dəyişirsən. Az qonşu görsün nana, görsün qonşu. Qonşu qayd eləmir ki. Buna baxın, kaç söz işlədim mən. Kaç nədir az? Mən salıbsan ne cəmaatın kəşfiyyətinə? Yaxşı da sən canı az deyin, az danış.